deyirəm ata, bu Neymət anasını Neyməti ham axtarlar var. Neyməti kim axtarır, kim axtarmır bilmirəm. Elə Oğlum sən mənə bu deyirəm. Neyməti tapırsan, bu gün işin gücün atırsan. Hə, onun gün tapırsan, işin gücün atırsan. Mənlə danışır, 2 gündür telefonu bağlayıb. Ona denən ananın onu denən. Pasportda 2500 dollardı, çatdırmadı denən. Pasport? Hə, Yox. onu bu gün təcili tapırsan. 100 var. Denən ananı denən. Qabağında denən. Mərfətə də dedim, mərfətdə də gəlir. Onu tapata, ona denən ki, sənin anayın ağzını a**lar denən, cındırın balası, cındır ağıllı heç kimə verməsin. Nə verəsidir, tez bazar gətirsin, satdırsın cəmaatın. Yox. Neymətin anasının ağzı. Biz elə poxas toxuz. Neymət bizə düz 800 min dollar atır. Neymət axtarılmaz, işə çıxmaz. Dünə danışırdım, sahal danışdım, telefonu bağlayıbdı, qızım patronda 2500 dollar pul götürübdü. Prosta istəmirəm işi qaçdı. Ayselin pullu mu? Hə, ona xoşluqla deyin gəlsin, satdırsın, çatdırmasın, onun mətriyəm uyağı. İtib batmasın, telefonu zadı bağlamasın, ağılını ona buna verməsin. Bu işim gücüm gedir, istəmirəm nəsə puxa qatam. Denən yaxşı. Ağa, bu Amar zəngili ağzından qan çökür. Hə, danışdım indi özündən. Sabaha söz veriblər, bu gün lamaşmaş. Neyse mən işe qarşıladım, duyuyorum, mənlik öyle şeyler. Hə, Sabah mən onunla görüşəcəm. Hə, onunla görüşəcəm, onu sonra biz görüşək. Sabah inşallah deyir, sabah saat 3 vaxtında. Birinci ad boy verir, sonra özü yığdı. Dedi, alara denən ki, narahat olmasın, bugün həll eləyəcəm. Dedi, sağımı verim, qızam verim. Dedi, dedim, qızın özünə bir çatdırdım da. Çıxar edim, mən yoxam buralarda. Dedim, çatdı oram, mən qızın dedim, özünə çatdır. Dedi, bugün dedi, həll eləyəcəm dedi. Dedi, 100% həll eləyəcəm. Sağ ol ağam, deyirəm, mənim də poxa salındın da sən. Mən niyə nə vardı? Sabah öldürdüm aləm dərmiş bir-birinə, Neyməti. Hə, tapdın mı? Mən az qalıcı öldürdüm var ya, öldürən pis edirdim. Ben dedim ki, dedi, şükürən Amar da her şey yoluna koymuş, her şey bomba dedim ha. Yalançı sənin anan demirdin ona. Ay ne yapayım, biraz danışmış, böyle serbest, rahat dedim, yakın düşün. Diye şükürən dedi, Amar danıştılar, her şey yoluna koyulup bomba çimilize dedi. Sen niye, ne isten benden, ne dedim, açışı. Dedim, dəqiqimcə də var, yok. Aslında anladın mı? 1000 lira istiyorsun, ben inandım bana. Bilmirəm artıq, bu da mağazinçidir. Ama şu bana ayalaq, atası bir tərəfdən, bu bir tərəfdən. Oradan Maroldan darvaza gələndə, elə bir ki, Qızılavcıya başlayandan, sağdan 3-cüdüm, 4-cüdüm, bax elə iki mağazinçi sağlı, geri yanında da qazıntı gedir. Dedim, mərfətlə dedim, danışmışam dedim, Marolda görüşürük, kəzdən bir oğlan gəldi, onu boşum çəri saldı, baxdı çərisdən, dedi qardaş dedi, get mən bunu dedim, sən kişi kim, bu ata bala kişilə Marolda ətirəsən, dedi, atasına dedim, bala dedim, kişi də dedim, kürətə qoyduracam Marolda birinci. Mənim yerimi atandın mı?